Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Və salatu Rabbina və salamuhu ala əşrafil ənbiyai vəl mursalin. Nəbiyyina Muhammedin və ala alihi və səhbihi əcma'in. Amma ba'd. Möhtərəm müsəlmanlar, ən birincisi Allahın salamı ilə salamlayıram. Esselamu aleykum və rahmetullahi və bərəkatuh. Və İnşallah bugünkü başlayacağımız mövzu İslam alimlərindən, mücəddidlərindən olan Muhammed bin Abdülvəhhabın 3 əsas kitabının risaləsinin şərhi olacaq inşallah. Və risalə qısa risalədir, qısa kitabdır. Ancaq İslamın əsli olan, böyük bir əzəmətli əsli olan əqidə barəsindədir. Və ümumiyyətlə, alimlər belə kiçik risalələrə çox ehtimam etmişlər, yəni çox inayə etmişlər ki, onu tələbələrinə əzbərlətsinlər deyə, həm də ki, elm tələbəsini, elmə başlayan adamda əsl odur ki, ən birinci, böyük şeylərə, uzun şeylərə başlamamışdan, qısa şeylərdən başlasın. Və necə ki, Allah Subhanahu taala Quran-ı Kərimdə buyurur, وَلَاكُنْ كُونُوا رَبَّانِيِّينَ بِمَا كُنْتُمْ تُعَلِّمُونَ الْكِتَابَ وَبِمَا كُنْتُمْ تَدْرُسُونَ. Yalnız deyir, kitabı öyrəndiyiniz və onu öyrətdiyiniz üçün Rabbanilərdən olun. Rabbanilər də o şəxslərdir ki, elmin böyüklərini öyrənməmişdən qabaq, kiçiklərini öyrənərlər. Və kim elmə birdən-birə böyüyündən hücum eləyərsə, İstəsə ki, birdən-birə elmin əvvəlindən kim, qardaşlar, halallıq verin. Selamun aleyküm və rəhmətullahi və bərəkatuh. Yəni, dərsimizə davam etdiririk inşallah. Və kim istəyərsə ki, elmə birdən-birə yiyələnmək və birdən-birə, yəni uzun elmi, böyük elmi götürsün, o heç nəyə nail olmaz. Yəni, elmi tez unudar. Əsl budur ki, elm tələbəsində əsl budur ki, böyük şeyləri öyrənməmişdən qabaq, kiçik şeylərə başlasın, əhəmiyyətli şeylərdən başlasın. Və birinci şərhimiz də inşallah bir neçə alimin şərhlərini cəm eləyəcəyik. Çünki elə şərh var ki, onda olan fayda o birisi kitablarda yoxdur. İnşallah gücümüz çatan qədər Allahın izni ilə çalışacaq ki, alimlərin faydalarını cəm eləyək. Yəni onlardan şərhlərdən biri, yəni Salih Fovzanın şərhi olacaq və Muhammed Salih Hüseyminin şərhi olacaq inşallah. Və Şeyx Muhammed bin Abdülvəhhab rahimullah risaləsinə başlayaraq buyurur ki, Bismillahirrahmanirrahim. Bismillahirrahmanirrahim. İ'ləm rahimakallah ənəhu yəcibu aleynə təallumu ərbə'i məsail. Və şeyx birinci Allahın adı ilə başlayır. Bismillahirrahmanirrahim ilə başlayır o öz kitabına. Necə ki Allah Subhanahu və Teala kitabına, yəni nümunə olaraq, çünki Allah Quranı açdıqda, Allah Subhanahu Taala'nın kitabını açdıqda insanın gözünə ən sataşan ən birinci ayələr, gözünə gələn ən birinci ayələr Bismillahirrahmanirrahimdir. Hər suranın əvvəlində bircə bir Tövbə surəsindən başqa. Və eləcə də Peyğəmbər sallallahu aleyhi və səlləm məktublarında, öz risalələrində başqa ölkələrin əmirlərinə və yaxud padişahlarına məktub yazıb, onları İslama dəvət etdikdə öz məktublarını Bismillahirrahmanirrahim ilə başlayıb. Və bu da dəlil edir ki, hər hansı bir məktublarda, kitab yazdıqda və yaxud bir şey müəllifət yazdıqda Bismillahirrahmanirrahim ilə Allahın adı ilə başlamaq nədir? Peyğəmbər sallallahu aleyhi və səlləmin sünnəsindəndir. Və eləcə də necə ki Süleyman əleyhissalam Bəlqisə məktub yazanda öz məktubunu Bismillahirrahmanirrahim ilə başlamışdır. Allah Subhanahu taala bu barədə buyurur ki, Qalət ya eyyuhəl mələu inni ulqiyə iləyyə kitabun kərim innəhu min Süleymana innəhu Bismillahirrahmanirrahim. Bəlqis deyir ki, öz qövminə, ey topluluğum, həqiqətən mənə hörmətli bir məktub göndərilmişdir. Həqiqətən o məktub Süleyman tərəfindəndir
və o məktub rəhimli və mərhəmətli Allahın adı ilədir. Və hər bir müsəlmana lazımdır ki, əhəmiyyətli olan şeylərdə Allahın adını zikr eləməklə başlasın. İstəyir Bismillah olsun, istəyir həmd olsun. Çünki əsas həmdə də Peyğəmbər sallallahu aleyhi və səlləmdən varid olmuşdur ki, Peyğəmbər sallallahu aleyhi və səlləm xütbələrinə Allaha həmdlə başlamışdır və Bismillahlə də başlamışdır. Və əsas qayə, əsas məqsəd Bismillahlə və yaxud həmdlə ilə başlamaq, Allahın adını zikr etməklə başlamaqdır. Və hər iki şeydə də artıq insan məqsədinə çatır. Yəni istəyir həmdlə başlasın, istəyir Bismillahirrahmanirrahim ilə başlasın. Yəni həmin insan məqsədinə çatmışdır. Çünki o Allahın adı ilə başlamışdır. Və Allahın adı ilə başlayaraq Allahdan, yəni bərəkət dilir ki, Allah subhanahu teala bunun o əməlini bərəkətli eləsin. Və rahiməhullah sonra buyurur ki, İ'ləm rahiməkallah ənəhu yəcibu aleyna təallumu ərbəy məsail. Bil ki, Allah sənə rəhm eləsin, bizim üzərimizə 4 şeyi öyrənmək vacibdir. Ən birincisi, rahiməhullah bizə buyurur ki, bil. Bil kəliməsi onun dediyi şeylərin əhəmiyyətli şeylər olduğuna dəlalət edir. Çünki bil əmr formasında gəlib. Ə'ləm deyib. Bil ki, həqiqətən, yəni bundan sonra şeyxin dediyi şeylər çox əhəmiyyətli şeylərdir. Ona diqqət yetirmək lazımdır. Və şeyx öz kəlməsinə, elm tələbəsinə gözəl sözlə, rəhmət duası ilə başlayır. Deyir ki, Allah sənə rəhm eləsin. Və həqiqətən bu, elm tələbəsi üçün şeyxdən olan bir duadır. Bu da şeyxin gözəl əxlaqına dəlalət edir. Çünki elm tələbəsi haqqı istəyir. Haqqı istəyən insanla da lazımdır ki, gözəl davranasan, yaxşı sözlə, yumuşaq sözlə davranasan. Bu, onun qəbul etməsinə daha yaxındır. Yəni, əgər sən dəvət etdiyin insana ağır sözlə, acı sözlə başlasan, ola bilsin ki, insan qaçar, səndən qəbul etməz. Amma sən əgər gözəl sözlə, yaxşı sözlə başlasan, insan sənə qulaq asar. Necə ki, həmin bu şeydə, yəni gözəl sözlə başlamaqda bizim nümunəmiz Peyğəmbər sallallahu aleyhi və səlləmdir. Yəni Allah subhanahu teala Peyğəmbər sallallahu aleyhi və səlləm barəsində buyurur ki, فَبِمَا نِعْمَةٍ مِنَ اللّٰهِ لِنْتَ لَهُمْ وَلَوْ كُنْتَ فَضًّا غَلِيظَ الْقَلْبِ لَنْفَضُّوا مِنْ حَوْلِكَ. Allah subhanahu teala deyir ki, Allahın deyir neyməti ilə sən onlar üçün deyir yumuşaq oldun. Əgər sən sərt, daş qəlbli olsaydın, onlar sənin ətrafından qaçardılar. Və beləcə də hər Allaha dəvət edən şəxs, yaxşılığı əmr eləyib, pislikdən çəkindirən şəxslərə vacibdir ki, öz sözünə, kimə dəvət eləyir, kimi ilə danışır, onunla gözəl davransın, onunla xoş rəftar eləsin. Çünki bu insanı qəbul etməyinə, çünki insanın nəfsi yaxşılığı sevir. Sən kimə yaxşılıq eləyirsən, insan yaxşılığı sevəndir. Sən insanla dəvət elədiyinlə gözəl rəftar eləsən, onunla yaxşı danışsan, inşallah bu qəbuluna daha yaxındır. Və Şeyx Rahimullah buyurur ki, bizim üzərimizə vacibdir. Yəni, bu 4 məsələni öyrənmək bizim üzərimizə vacibdir. Ümumiyyətlə, şəriət əhkəmləri 5 yerə bölünür. Onlardan birincisi vacibdir. Vacibi bilməkdən ötürü biz vacibin tərifini bilməliyik ki, vacib nədir? Vacib, usulçular vacibin tərifində deyirlər ki, vacib o şeyə deyilir ki, əməl edən savab qazanır, günah edən də cəzaya layiqdir. Tərk edən günah qazanır, cəzaya layiqdir. Yəni, vacib əməl edən savab qazanır və onu tərk edən də cəzaya layiqdir. Buna misal olaraq namazı misal çəkmək olar. Məsələn, namaz vacibdir. Namazı edən, namaz qılan savab qazanır, tərk edən isə cəzaya layiqdir, günah qazanır. İkincisi isə müstəhəbdir, yəni sünnətdir. Müstəhəbi edən savab qazanır, tərk edən isə günah qazanmır. Buna misal olaraq, məsələn, zöhr namazının 2 rükət son sünnətin misal çəkmək olar. Məsələn, zöhr namazının
sünnətin qılan savab qazanır, amma tərk edən günah qazanmır. Ümumiyyətlə, hər gün 12 rükət ratibə namazlarını qılan, sünnət namazlarına qılan Allah subhanahu ta'ala cənnətdə onlar üçün ev vəd etmişdir. Necə ki, hədisdə gəlir, Peyğəmbər sallallahu aleyhi və səlləm deyir, kim fərz namazlarından başqa 12 rükət ratibə namaz qılarsa, Allah subhanahu ta'ala onun üçün cənnətdə ev tikər. Və üçüncüsü də mübahdır. Mübah da o şeyə deyilir ki, nə etməyində, o şeyi əməl etməkdə, nə də tərk etməyində nə savab, nə də günah yoxdur. Məsələn, yemək kimi. Yemək yeyəndə sən nə savab qazanırsan, tərk edəndə də günah qazanmırsan. Və üçüncüsü də məkruhdur. Məkruh o şeyə deyirlər. Dördüncüsü isə, şəriət əhkamlarının dördüncüsü isə məkruhdur. Məkruh o şeyə deyirlər ki, əməl edən günah qazanmır, tərk edən isə savab qazanır. Məsələn, ayaq yolunda sağ əllə təmizlənmək məkruhdur. Əgər sağ əllə təmizlənməyi tərk edərsənsə, savab qazanarsan. Yox, sağ əllə təmizlənərsənsə, onda günah da qazanmırsan. Və 5-ci əhkam isə haramdır. Haram o şeyə deyilir ki, onu tərk edən savab qazanır, əməl edən də cəzaya layiqdir, günah qazanır. Buna misallar çoxdur. Məsələn, içki içmək, zina etmək kimi əməlləri misal çəkmək olar. Və şeyxin buyurduğu bu 4 şeydə öyrənilməsi vacib olan 4 şeydə nədir? Deməli, əgər biz bu 4 şeyi öyrənməyi tərk edəriksə, günah qazanarıq. Çünki vacibin hökmü budur. Əgər biz bu 4 şeyi öyrənməsək, nə edirik? Günah qazanırıq və biz əzabə layiqik. Və öyrənməyi də dedik, çünki elm ancaq öyrənməklə olur. Elmi öyrənməlisən, axtarmalısan, öz-özündən durduğun yerdə elm gəlib insana çatmır. Yaxşı, hansı məsələdir o 4 şey ki, əgər biz o 4 şeyi öyrənməsək, günah qazanırıq, əzaba layiqiyik? Şeyx rahimehullah buyurur ki, əl-ulə əl-ilm. Birincisi deyir, elmdir. Elmdə, qardaşlar, özlüyündə elm, kitab və sünnədə keçdikdə ancaq şəriət elmi nəzərdə tutulur. Çünki öyrənilməsi vacib olan elmdə şəriət elmidir. Və elm, şəriət elmi də öz-özlüyündə 2 yerə bölünür. Birincisi, vacibul aynidir. Yəni, vacibul ayni bütün hər kəsə bir-bir öyrənilməsi, hər kəsin üzərinə öyrənilməsi vacib olan elm. Necə ki, namaz kimi. Namaz da vacibul aynidir. Hər kəsə öyrənilməsi vacibdir. Yəni, bir nəfər, 5-6 nəfər namaz qılmaqla o birisi insanların üzərindən günah qalxmır. Hamı bir-bir namaz qılmalıdır. Eləcə də bu elm o elmdir ki, hər kəs bir-bir öyrənməlidir bu elmi. Hər kəsə vacibdir. Ona görə də şeyx dedi ki, bizim üzərimizə vacibdir. Yəni ki, bəzilərimizin üzərinə yox, hamımızın üzərinə. İstəyir kişi olsun, istəyir qadın olsun, istəyir ağa olsun, istəyir qul olsun, hər kəsin üzərinə bu elmi öyrənmək vacibdir. Və əgər bu elmi öyrənməsək, biz günah daşıyırıq. Qiyamət günü bu barədə Allah subhanahu və teala bizdən soruşacaq. Və o elmə misal olaraq, hansı ki, öyrənməsi hər kəsin üzərinə vacibdir. Məsələn, kəlmə-i şəhadəti öyrənmək, namazı öyrənmək, zəkat verməyi öyrənmək, Ramazanda necə oruç tutmaq lazımdır. İnsan şəhadət deyir, şəhadəti öyrənməlidir, çünki onun əqidəsidir. Namaz qılır, namazın şərtlərin, namazın rükunların, namazın vaciblərin öyrənməlidir. Çünki ola bilsin namazında nəsə xata eləsin, bəlkə namazın doğru düzgün qılmır. Ona görə də müsəlmana vacibdir ki, hər kəsə bu əməlləri, yəni ən birincisi əqidəni, sonra İslamın ümumi götürsək, İslamın rükunların, imanın rükunlarını öyrənmək hər şəxsə vacibdir. O ki, qaldı elmin ikinci növünə. Elmin ikinci növü isə vacibül kifəyidir. Yəni, bir neçə nəfərin öyrənməsi ilə başqa müsəlmanlardan günah düşür.
Yəni buna da misal olaraq məsələn ticarət elmidir, muamələtlər elmidir, nikahın əhkamlarıdır, məsələn miras elmidir və bəzilərin misal çəkmək, bəzilərin sadalamaq olar. Çünki bu elmi lazımdır ki, mütləq vacibdir ki, ümmətdən kimsə bilsin, kimsə öyrənsin, kimsə alim olsun. Və bəzi insanların öyrənməsi ilə bu elmi başqa insanların üzərindən günah düşür. Yox, əgər heç kəs öyrənməzsə bu elmi, onda günah bütün müsəlmanların üzərinə yazılır. Və bilindiyi kimi, yəni şəriətdə, kitabda və sünnədə keçən elmdən məqsəd şəriət elmi idi. Amma dünyavi elmə gəldikdə isə, məsələn, nə isə düzəltmək elmi, hesab elmi, həndəsə elmi, bu elmin əsli mübahdır. Yəni, nə öyrənməyində savab qazanırsan, nə də tərk etməyində günah qazanırsan. Amma bir şey ola bilər ki, əgər İslam ümməti bu elmə ehtiyacı olarsa, onda kimin qüdrəti var bu elmi öyrənməyə, onun üzərinə bu elmi öyrənmək vacib olur. Yəni, Allah subhanahu ta'ala necə ki, Quranda və Peyğəmbər sallallahu aleyhi və səlləmin əhlinə səna etdiyi elm ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, Əl-uləmə vərəfətul ənbiyə, həqiqətən alimlər Peyğəmbərlərin varisləridir. Bundan murad, bundan məqsəd ancaq şəriət elmidir. Dünyavi elmin tərk etməklə insan yəni günah qazanmır. Əgər mübahdır öyrənmək, dünyavi elmi öyrənmək mübahdır. Yəni öyrənə bilər. Əgər dünyavi elmi öyrənib həmin elmlə müsəlmanlara xeyir də verərsə, inşallah həmin xeyrinə görə, həmin elminə görə o savab da qazanır. Amma insan həmin dünyavi elmi cahil olaraq, bilməyərək ölərsə, ona yəni ki, cəza verilməz. Amma şəriət elmin, dediyimiz elmi, necə ki, şeyx deyir, 4 məsələni, dediyimiz elmi birincisi nə idi? 4 məsələdən birincisi elm idi. O da hansı elmdir? Şəriət elmi. Hansı ki, əqidə məsələləridir, İslamın rükunlarıdır. Bu şeyləri bilməyən insan, yəni öləndən sonra soruşulacaq o barəsində ki, niyə öyrənməmişdir? Necə ki, qəbrində ölən şəxsdən 2 mələk soruşacaqlar ki, Rəbbin kimdir, dinin nədir və Peyğəmbərin kim idi? O deyəcək ki, bilmirəm. Ona deyiləcək ki, sən nə oxudun, nə öyrəndin. Bu da dəlalət edir ki, elmi ancaq oxumaqla nail olmaq olur. Və o şəxs ki, oxuyub öyrənəcək, ondan soruşanda ki, Rəbbim kimdir, dinin nədir, Peyğəmbərin kimdir? O deyəcək ki, Rəbbim Allahdır, Peyğəmbərin Muhammed sallallahu aleyhi və səlləmdir və dinim də İslamdır. Ondan soruşulacaq ki, sən necə bildin bunu? Deyəcək ki, mən Allahın kitabından oxudum və bildim. O şəxsən, yəni qəbrinə nemət olacaq, qəbri genişlənəcək. Amma bilməyən şəxs isə, o şəxsə ki, deyiləcək ki, sən nə oxudun, nə bildin, onun qəlbi sıxılacaq. Hətta öz elə qabırğaları bir-birinə girəcək və o cəhənnəm quyularından bir quyu olacaq onun qəbri. Və şeyx rahimullah birinci buyurdu ki, 4 məsələdən biri elm idi. Və elmi də başa salır ki, elm nədir? Deyir ki, və huvə ma'rifətullah. Birincisi elm nədir deyir? Allahı tanımaqdır. Həqiqətən Allah subhanahu və teala'nın ad və sifətlərini, gözəl adlarını, uca sifətlərini tanımaq, yəni böyük bir elmdir, tohid elmidir. Ona görə insan Allah subhanahu teala'nı nə qədər tanıyarsa, o qədər çox sevər Allahı və nə qədər sevərsə, o qədər Allah subhanahu və teala'ya itaət eləyər. Allah subhanahu və teala da necə tanıyırıq? Quran ayətləri ilə və Allahın yaratdıqları nişanələri ilə. Həqiqətən biz Quran oxuyanda görürük ki, Qurandan bizə aydın olur ki, bütün yeri, göyü yaradan Allahdır. Yeri, göyü və yerdə olan hər şeyi, heyvanları bizə ram edən kimdir? Allahdır. Dirildən və öldürən odur. Və biz məxluqata baxanda, dünyaya baxanda
bizə məlum olur, Allah Subhanahu taalanın qüdrəti məlum olur. Allah Subhanahu və taalanın yaratdıqlarını görürük ki, Allah Subhanahu taala necə bizə bu dünyanı ram etmişdir. Və Allah Subhanahu və taalanı beləsinə Quran və yaratdığı ayətləri ilə tanıyırıq. İnşallah bu barədə daha geniş gələcəkdir. Bu barədə müstəqil bir fəsil vardır. İkincisi isə, elmə daxil olan ikinci şey isə ma'rifətu nəbiyyihi, yəni Allahın peyğəmbərini tanımaqdır. Və o da Muhammed sallallahu aleyhi və səlləmdir. Çünki Peyğəmbər sallallahu aleyhi və səlləm Allah subhanahu və teala tərəfindən təbliğ edəndir. Və o bizi ilə Allah arasında Allahın risaləsin, Allahın dinini çatdırmağa bir vasitədir. Bizə lazımdır ki, yəni hər bir müsəlmana vacibdir ki, öz peyğəmbərini tanısın ki, kimdir o, onun nəsəbi nədir, harda doğulub, nə ilə gəlib, Allah subhanahu teala onu nə ilə göndərib, o dəvətə necə başlamışdır, Allah subhanahu teala ona necə vəhy eləyib və necə Allah subhanahu və teala'ya yoluna dəvət etmişdir və necə Məkkədə və eləcə də Mədinədə hər bir müsəlmana lazımdır ki, yəni Peyğəmbər sallallahu aleyhi və səlləmin həyatı barəsində oxusun, həyatı barəsində bilsin. Heç bir müsəlmana yaraşmaz ki, Peyğəmbər sallallahu aleyhi və səlləm barəsində cahil olsun. Çünki Allah subhanahu və teala bizi Peyğəmbər sallallahu aleyhi və səlləmə tabi olmağa əmr edib. Biz necə tanımadığımız bir insana tabi oluruq? Həqiqətən bu, möhtərəm qardaşlar, çox ağla sığmaz bir şeydir ki, sən Peyğəmbər sallallahu aleyhi və səlləmə tabi olursan, Allah subhanahu teala bizə əmr edib ki, ona tabi olaq və biz onu tanımırıq. Bilmirik kimdir, nə vaxt doğulub, necə Allah subhanahu teala ona vəhy eləyib, dəvətinə necə başlayıb, necə səbir eləyib Allah yolunda və belə bir şeylərə diqqət yetirmək lazımdır. Elmdən olan üçüncü şey isə Şeyx buyurur ki, ma'rifətü dinil İslam bil ədillə, İslam dinini dəlilləri ilə bilməkdir. Hansı ki, o din bu Peyğəmbərin dinidir. Bu Peyğəmbər həmin İslam dini ilə gəlmişdir. Allah subhanahu teala o Peyğəmbəri Muhammed sallallahu aleyhi ve sellem'i İslam dinindən göndərmişdir. Əksinə götürsək, İslam dini bütün Peyğəmbərlərin dinidir. Çünki ümumi şəkildə, ümumi İslam olaraq, İslam bütün Peyğəmbərlərin dinidir. Çünki bütün Peyğəmbərlər qövmlərini tək Allahlığa, Allaha ibadət edib, Allahdan başqasına ibadətdən çəkinməyi əmr etmişdilər. Bu da la ilahə illallah kəlməsinin mənasıdır. Necə ki, Allah subhanahu teala buyurur, وَلَقَدْ بَعَثْنَا فِي كُلِّ أُمَّةٍ رَسُولًا أَنْ يَعْبُدُ اللّٰهَ وَاجْتَنِبُ الطَّاغُوتِ Biz artıq hər ümmətə Peyğəmbər göndərdik ki, Allaha ibadət edin və tağutdan çəkinin. Tağut da Allahdan başqa bütün ibadət edilənlərdir. Və eləcə də la ilahə illallah kəlməsinin mənası odur ki, la ma'buda bi haqqin illallah. Yəni, Allahdan başqa ən birinci, Allahdan başqa bütün ibadət olunan ilahları inkar edirsən, bütün ibadət olunanları inkar edirsən, illallah bir tək Allahın ilahlığını qəbul edirsən. Və İslam və aydın oldu ki, həqiqətən bütün Peyğəmbərlərin dini İslam dini olub. Onlar tək Allahlığa, tək Allaha ibadət etməyə çağırıblar. Və İslamın da mənası, İslamın da tərifi nədir? İslamın tərifi odur ki, İstislamu lillahi bit-tevhid vel-inqiyadu lehu bit-ta'a vel-xulus minəş-şirk və əhlihi. Allaha tevhid ilə təslim olmaq, ona itaətlə boyun əymək və şirkdən və şirk əhlindən uzaq olmaq. Bu İslamın ümumi mənasıdır. Amma İslamın xüsusi mənasına gəldikdə isə, İslam o dindir ki, hansı ki Allah subhanahu və teala Muhammed sallallahu aleyhi və səlləmi həmin dinlə göndərib və Peyğəmbər sallallahu aleyhi və səlləmlə göndəriləndən sonra bütün dinlərin hökmü İslam dini ilə artıq qalxıb. Peyğəmbər sallallahu aleyhi və səlləmlə sonra Peyğəmbər sallallahu aleyhi və səlləm gələndən sonra başqa heç kəs deyə bilməz ki, mən müsəlmanam. Məsələn, Yahudi deyə bilməz ki, mən müsəlmanam. Xristiyan deyə bilməz ki, Nəsrani deyə bilməz ki, mən müsəlmanam. Necə ki, o Peyğəmbər sallallahu aleyhi və səlləmə tabi olmadığı halda. Heç kəs Peyğəmbər sallallahu aleyhi və səlləmə tabi olmadığı halda Peyğəmbər sallallahu aleyhi və səlləm gələndən sonra deyə bilməz ki, mən müsəlmanam. Çünki Peyğəmbər sallallahu aleyhi və səlləm İslam nədir?
əsl yəni Peyğəmbər sallallahu əleyhi və səlləm göndərildiyi İslam Peyğəmbər sallallahu əleyhi və səlləmə tabe olmaqdır. Yəni ki Allah Subhanahu taala deyir ki: "Qul in kuntum tuhibbunallaha fattabi'uni yuhibbukumullah." De ki, əgər Allahı sevirsinizsə, mənə tabe olun ki, Allah da sizi sevsin. Yəni bir insan Peyğəmbər sallallahu əleyhi və səlləmə tabe olarsa, o müsəlman olar inşallah. Və şeyx deyir ki, dəlilləri ilə, yəni təqlidsiz, heç bir təqlid olmadan, Quran dəlilləri də Qurandan və sünnədən götürülür. Əsas elmsə budur. Alimlərin sözlərinə gəldikdə isə, alimlərin sözləri Quran və kitabı şərh etməkdir. Quran və sünnəti insanlara çatdırırlar, onu şərh edirlər. Ola bilsin ki, alimlərin sözündə nəsə xata olsun, amma Quran və sünnədə heç bir xata yoxdur. Əsas dəlillər nədir? Quran və sünnədir. Alimlərin sözləri isə Quran və sünnəni şərh edəndir, onları başa salandır. Və bu ən birinci məsələ idi. Yəni şeyxin buyurduğu 4 məsələdən ən birinci məsələ idi. Bu da əsas idi. Ona görə də şeyx rahimehullah ən birinci bu əsasla başladı. Çünki əqidədə ən birinci əsasla başlanır. Və öyrənilməsi vacib olan 4 məsələdən ikincisi isə şeyx buyurur, əl-əməlu bihi, əməl etməkdir. Yəni həmin elmə əməl etməkdir. İnsana, həqiqətən insana öyrənmək təkcə kifayət etmir. Vacibdir ki, ona yəni öyrəndiyinə əməl etsin. Elmsiz, əməlsiz elm insanın üzərinə hüccətdir. Özü-özünə hüccətdir. Və insan əgər əməl etməzsə həmin elmi ilə, nə olar? Həmin elmi faydasız olmaz. Elm faydasız olmaz. Elm nə vaxt faydalı olur? O vaxt ki, sən öyrənib həmən elminlə əməl edirsən. Və insan öyrənib, əgər elmi ilə əməl etməzsə, o Allah Subhanahu Taala'nın qəzəbinə duçar olar. Necə ki, şair buyurur ki: "Və alimun bi'ilmihi lam ya'malan mu'azzabun min qabli ubbadis sanam." Deyir ki, elmi ilə əməl etməyən alim bütpərəstlərdən, bütə ibadət edənlərdən qabaq əzab görəcəkdir. Və bu da Peyğəmbər sallallahu aleyhi və səlləm Peyğəmbər sallallahu aleyhi və səlləmin hədisindən götürülmüş bir şeydir. Necə ki, Peyğəmbər sallallahu aleyhi və səlləm Səhih Müslimdə Əbu Hüreyrədən və Tirmizidə, Sünən Tirmizidə gələn hədisdə buyurur ki: "İnnə min əvvəl mən tusa'aru bihimun naru yevməl qiyamət alimun lam ya'mal bi'ilmihi." Həqiqətən qiyamət günü ən birinci cəhənnəmlə alovlandırılacaq şəxslər, hansı ki cəhənnəm onlarla alovlandırılacaq, ən birinci şəxs kim olacaq? O alim olacaq ki, hansı ki öz elmi ilə əməl etməmişdir. Və elm həmişə əməl elmlə bir yerdə gəlir. Əməl elmin səmərəsidir, yəni barıdır. Əməlsiz elm barsız, səmərəsiz ağac kimidir. Onda heç bir fayda yoxdur. Allah Subhanahu Taala elmi nə üçün nazil etmişdir? Əməl etmək üçün nazil etmişdir. Necə ki, möhtərəm qardaşlar, əməlsiz elmin heç bir fayda vermədiyi kimi, elmsiz də əməl insan üçün zəlalətdir. Əksinə, insan elmsiz əməl etməklə ancaq özünə yorğunçuluqdan başqa heç bir şey qazanmır. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki: "Mən amilə amələn leysə aleyhi əmrunə fəhvə rədd." Kim deyir, bizim əmr etmədiyimiz əməli edərsə, ondan qəbul olunmaz, rədd olunar. Ona görə də, möhtərəm qardaşlar, belə şeylərə fikir vermək lazımdır. Nədir ki, biz hər gün 5 vaxt namazın hər rükətində Fatihə surəsini oxuyuruq. Allah Subhanahu taala o ayədə buyurur ki: "İhdinəs sıratal müstəqim, sıratallezîne en'amte aleyhim gayril mağdubi aleyhim veleddallin." Bizi doğru yola yönəlt. Nemət verdiyin şəxslərin yoluna, qəzəbinə duçar olanların, haqdan azanların yoluna yox. Yəni, Allahın qəzəbinə duçar olan şəxslər kimlərdir? Onlar o şəxslərdir ki,
elmi bilə-bilə, elmi öyrənib ona əməl etmədilər və haqdan azanlar da kimdir? Haqdan azanlar da o şəxslərdir ki, bilməyə-bilməyə əməl etdilər. Və öyrənilməsi vacib olan 4 məsələdən üçüncüsü isə dəvətdir. Yəni, həmin elmə və əmələ dəvət etməkdir. Və insana bəs eləməzdir, kifayət deyil ki, özü öyrənsin, əməl etsin və dəvəti tərk eləsin. Yox, əksinə insan özünə və qardaşlarına və başqalarına da mənfəətli olmalıdır. Elmi öyrənib, əməl edib, ona dəvət etməlidir. Çünki elm əmanətdir və sənin mülkün deyil ki, sən həmin elmi özündə saxlayasan, insanları məhrum edəsən həmin elmdən. Və sənə vacibdir ki, bildiyin elmi dəvət edəyəsən. Və sənə vacibdir ki, bildiyin elmi dəvət eləyəsən. Gəldi qardaş səs? Bismillah. Çünki elm, Allah subhanahu wa ta'ala səni onu ilə, həmin elmlə yükləmişdir ki, yəni sən onu öyrənib, əməl edib və başqalarına da dəvət eləsən. Və Allah subhanahu wa ta'ala eləcə də elm əhlindən əhd peyman almışdı ki, onu insanlara yaysınlar. Necə ki, Allah subhanahu wa ta'ala Əl-İmran surəsində buyurur: وَإِذْ أَخَذَ اللَّهُ مِيثَاقَ الَّذ۪ينَ أُوتُوا الْكِتَابَ لَتُبَيِّنُنَّهُ لِلنَّاسِ وَلَا تَكْتُمُونَهُ. Xatırla ki, Allah subhanahu wa ta'ala kitab əhlindən əhd almışdı ki, onu insanlara bəyan edin, elmi insanlara, kitabı insanlara bəyan edin və onu gizlətməyin. Allah subhanahu artıq kitab əhlindən əhd almışdı. Onlar neynədilər? Kitabı gizlətdilər insanlara, bəyan etmədilər və biz də lazımdır ki, kitab əhli kimi olmayaq və bizə Allah subhanahu öyrətdiyi elmi öyrənib, əməl edəndən sonra insanlara çatdıraq. Və elmə dəvət etmək də Peyğəmbərlərin yoludur və onlardan ən sonuncusu, ən fəzilətlisi Peyğəmbər sallallahu aleyhi və səlləmin yoludur və ona tabi, Peyğəmbər sallallahu aleyhi və səlləmin və ona tabi olanların yoludur. Necə ki, Allah subhanahu wa ta'ala bu barədə buyurur: "Qul hazihi sabili ad'u ilallahi ala basiratin ana və men ittaba'ani və subhanallahi və ma ana minəl müşrikin." De ki, bu mənim yolumdur. Mən və mənə tabi olanlar Allaha bəsirət üzərində, elm üzərində dəvət edirik. Və fikir verin qardaşlar, Allah subhanahu ta'ala burada nə deyir? Alə bəsiratin, bəsirat üzərində elmlə tələb etmək. Çünki elm dəvətdən öncə gəlir. Elmsiz insan necə dəvət edə bilər? Dəvət etdiyi şeyi bilmirsə, o necə dəvət edə bilər? Ona görə də dəvətin şərtlərindən biri odur ki, insanın elmi olmalıdır. Elmsiz insan dəvət edərsə, insanları zəlalətə çıxardar. Ona görə də Peyğəmbər sallallahu aleyhi və səlləm bu barədə Buxaridə keçən hədisdə buyurur ki: İnnəlləhə lə yəqbidul ilmə intizəən yəntəzi'uhu min sudurun nəs, innəmə yəqbidul ilmə biqabdul uləmə, həttə izə ləm yubqi alimən ittəxəzən nəsu ruusən cühələn fəsəalu fəəftəv bi qeyri ilmin fədallu və dallu. Peyğəmbər sallallahu aleyhi və səlləm bu hədisdə buyurur ki, Allah subhanahu ta'ala elmi insanların qəlbindən çəkib çıxardaraq götürmür insanlardan. Əslində Allah subhanahu ta'ala elmi necə çəkir? Alimlərin ölməsi ilə. Hətta heç bir alim qalmadıqda insanlar cahilləri özlərinə başçı seçirlər və onlardan sual soruşurlar, fətva istəyirlər. Onlar da elmsiz olaraq fətva verirlər və həm özləri azırlar, həm də başqalarını azdırırlar. Ona görə qardaşlar, bu məsələ, dəvətdə məsələ mühüm məsələlərdəndir ki, Əhl-i-Sünnə minhəcindəndir ki, dəvətdən qabaq elm almaqdır və əməl etməkdir. Və həqiqətən bu Peyğəmbər sallallahu aleyhi və səlləmin və Peyğəmbər sallallahu aleyhi və səlləmə tabi olanların yoludur. Necə ki, Allah subhanahu ta'ala ayədə buyurdu və sonra Allah subhanahu ta'ala buyurdu ki, və subhanallahi və mə ənə minəl müşrikin, və Allah hər şeydən müqəddəsdir, bütün nöqsanlardan uzaqdır və mən müşriklərdən deyiləm. Və Peyğəmbər sallallahu aleyhi və səlləmə əmr edib ki, belə desin. Və dördüncü şeydə
yəni öyrənilməsi vacib olan 4 məsələdən dördüncüsü də həmin bu yolda əziyyətlərə səbr etməkdir. Yəni elm tələb etməkdə, əməl etməkdə və dəvət etməkdə əziyyətlərə səbr etməkdir. Və həqiqətən bilinir ki, insan xeyrə dəvət etdikdə, insanlara yaxşılığı əmr edib, pislikləri çəkindirdə, onun başlarına şərri insanlar tərəfindən əziyyətlər gəlir. Çünki insanların çoxu xeyir istəmir. Onlar şəhvətləri, haramları istəyirlər. Və əgər sən bir şey gətirsən, Allaha dəvət etsən, hansı ki onları öz şəhvətlərindən qaytarır, şəhvətlərin dəf eləyir, onlar mütləq sənə bu yolda yəni əziyyət verəcəklər. İstəyir sözlə olsun, istəyir əməllə olsun. Və qardaşlar, bir şey də xatırlamaq istəyirəm dəvət barəsindəki, Allaha dəvət etməyin mühüm şeylərdən olması barəsindəki, əgər insan bir şeydən soruşularsa və ona cavab verməzsə, bildiyi şeyə cavab verməzsə, elmi gizlətdiyinə görə qiyamət günü oddan yüyənlənəcək. Necə ki, Peyğəmbər sallallahu aleyhi və səlləm Əbu Hüreyra radiyallahu anhunun rəvayət elədiyi hədisdə buyurur ki, Mən su'ilə min ilmin fəkətəməhu əlcəməhullahu bilicamin min nərin yevməl qiyamə. Hədisi İbn Macə rəvayət edir. İbn Macə, Əbu Davud rəvayət etmişdir və Şeyx Albani Həsən səhih demişdir. Yəni Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, kim bir elm barəsində soruşularsa və onu gizlədirsə, Allah subhanahu və teala qiyamət